Suriyadakı Əsəd rejimi ilə Azərbaycandakı Əliyevlər rejimi arasında çox böyük oxşarlıqlar var. Deməli, əvvəlcə orada Hafiz Əsəd, Ata Əsəd hakimiyyətə gəlir. 30 il hakimiyyətdə olandan sonra oğluna vərəsəliklə hakimiyyəti ötürür. Tam bir ailə hakimiyyəti qururlar. Eyni hadisə Azərbaycanda baş verir. Ata Əliyev hakimiyyətə gəlir. Sonra vərəsəliklə hakimiyyəti oğluna ötürür. Hər ikisinin ailəsinin hakimiyyətə və iqtisadiyyata müstəsna böyük təsiri olur. Hər ikisi öz ölkəsində təkcə siyasətə yox, həm də iqtisadiyyata nəzarət edir. Hər iki ölkədəki rejimlər olduqca korrupsioner olur. Məsələn, təsəvvür eləyin ki, indi beynəlxalq jurnalistlər araşdırma aparırlar. Demək olar ki, eyni yerlərdən həm Suriya hakimiyyətinə, həm Azərbaycan hakimiyyətinə aid olan ofşor hesablar tapılır, qapalı hesablar tapılır, əmlaklar tapılır. Korrupsiya baxımından da oxşar idilər. Bunların hamısı hökuməti tərkislah edir. Ona görə də Suriyanın Azərbaycandan neçə kilometrlik məsafədə olmağı önəmli deyil. Önəmli olan eyni argumentlərlə, eyni üsullarla idarə edən rejimlərin birinin rüsvayçı məğlubiyyətə uğramasıdır və bu digər rejimlər üçün, o cümlədən Azərbaycandakı rejim üçün də ciddi bir xəbərdarlıqdır.